Bir daha salam dostlar. Yəqin ki biz elektriklərdən tez-tez eşidirik. 4-lik kabel, 6-lıq kabel, 10-luq kabel. Bu rəqəmlər həmin kabelin qalınlığını göstərir, qalınlıq sahəsini. Bunu evlərdə hansını harda istifadə olunur, onu sadə sxemdə izah etməyə çalışacağam. Deyək ki, bizim evimiz 2-3 otaqlı, çox sadə bir evdir və sadə texnikalarla işləyir. Heç bir yüksək vatlı texnikamız yoxdur. Bu zaman deyək ki, sayğaca gələn kabel 16 mm-lik kabeldir. Bu adətən alüminium kabel olur və bu 16-25-ə qədər dəyişə bilir. Sayğacdan avtomatlara qədər 6-lıq kabel, avtomatlardan korobkalara 4-lük kabeldən götürürük. Korobkadan rozetkalara 2,5 və işıqlandırılmaya qülçət ilə 1,5 kabeldən istifadə edirik. Ekstra halda əgər deyək ki, evdə əlavə boiler qoşulub və yaxud da ki, yüksək vatlı bir duxovka var, onları avtomatlardan 4-lük kabellə əlavə xətt atmaqla çəkiliş edirik. Növbəti videoda bu kabellər necə seçilir, evdəki otaqların sayına görə, mərtəbələrin sayına görə və evdəki texnikaların gücünə görə kabellərin seçilmə qaydasını hesablama qaydası ilə sizləri tanış etməyə çalışacağam.